Balkanın özünə məxsus bir musiqisi var və o musiqiləri də o müğənnilər, həmin ifaçılar, həmin rayondan olasan, gərək ki, həmin şəhərdən olasan ki, onlar kimi oxuya biləsən, çatdıra biləsən. Bir alo denən görüm Rasim. Götür görüm mikrofonu. Bəli. Alo. Alo. Bəli. Hər vaxtınız xeyir olsun. Axşamın xeyri. Necəsiniz İbrahim bəy? Yaxşıyam, siz necəsiniz Ağsaqqal? Sağ ol, yaxşıyam, çox sağ ol. Rasim qardaşımızın atasıdır, zəng eləyib telefon xəttində. Necəsiniz, nə var, nə yox dayı? Mən sizi təbrik edirəm, verilişiniz daimi olsun. Var olun. Orada olan birincisi Mənzurə xanımın ad günü münasibətilə çox təbrik edirəm. Çox sağ olun, var olun. 100 yaşasın, həmişə verilişlərdə olsun, həmişə xeyir işlərdə iştirak eləsin. Mirir müəllimi təbrik edirəm. Orada olan şairəni salamlayıram, həkimimizi salamlayıram. Hər birimizi ayrı-ayrıqda salamlayıram mən. Və övladınız Rasim. Musiqiçilər hər birini ayrı-ayrıqda salamlayıram. Çox sağ olun. Var olun dayı. Çox sağ olun. Bəs Rasimi salamlamırsınız, Rasimi? Rasimi həmişə salamlayıram. Gecə gündüz həmişə yanımda olur. Var olun. Allah sizi var eləsin. Mən sizin ocaqda, qapıda qonaq olmuşam. Sizin hörməti görmüşəm. Mən sizi Balakəndə gözləyirəm. İnşallah. Söz vermişəm sizə, yayda gələcəm. Allah qoysa gələrsin. Orada ürəyiniz istəyən müğənniləri hər birini gətirə bilərsiniz. Biz həmişə gözümüzdə yeriniz var. Çoxlu salamlar olsun mən hər birinizə. Var olun, çox sağ olun. Təşəkkür edirəm. Zənginizə görə təşəkkür edirəm. Deməli, Rasimin atası çox gözəl bir bağ-bağça yaradıb orada. Arılar var, arılar yerində, heyvanat yerində. O daha sonra orada o əkinçilik, hər şey gözəldir və o kişinin zəhməti ilə yaranıb. Və bugün zəhmətkeş Mənzurə xanıma da bir tort kəsək. Zəhmətkeş, Bugün bir dənə xeyirxah xanım var. Aha, bir musiqi verin, görüm oradan. Musiqi